Salam. Vüqar Zeynalov kimyanın ilk anlayışları 8-ci sualdan davam edirik. Demək, metan və butindən ibarət qaz qarışımının sıxlığı oksigen sıxlığına bərabərdir. Oksigen sıxlığı bilirik ki 32-dir. Deməli, metan yazırıq CH4, 8-ci sual, CH4, C4H8. Bunların emirlərini qeyd edirik, 16 və 56. Oksigen sıxlığına bərabərdir, xaç üsulu ilə tapa bilərik. Deməli, çıxanda 24-ün 16-ya, bunlar da ixtisar getsə 3-ün 2-yə nisbətində düşür. Metan və buten qarışığının mol nisbəti ən kiçik natural ədədlər nisbəti kimidir? Metan buten qarışığında neçə qram karbon var? İndi, deməli, 3 mol CH4 və 2 mol buten var. C4H8. İndi yazırıq. 3 vurulsun 12. Üstə gəlsin 8. Yəni 2 dəfə 4'üm 8 vurulsun 12. Bu da bizə verəcək. Deməli 96 plus 36 132. Keçirik 9-cu sualımıza. 9-cu sualda deyir ki, demək, qaz qarışığı verir, metan və propen. Qarışıqda hidrogenin kütlə payı 20%'dir. Hər birinin mol sayını AB verir və B-nin A-ya nisbətini istəyir. Yazıram. Demək, 9-cu sualımız CH4. C3H4. CH4'ü B verib, C3H4'ü A verib. İndi nə yaza bilərik? Hidrogen qeyd etsək 4B və plus 4A. Bu bizdə 20%'dir. O zaman deməli 12B, yəni karbonun kütləsi plus 36A eləyəcək 80%. Bunlar da ixtisar gedir 1'in 4'ə nisbətində qalacaq. Onda yazaram ki, deməli 4 vursun 4B plus 4A eləyir 16B plus 16A bərabərdir 12B plus 36A. 4B'də deməli 12 keçəndə buraya eləyir 4B, 16 da keçir sağ tərəfə. 4B bərabərdir 20A. B də bərabərdir 5A. İndi B bölünsün A nisbəti istədiyi üçün 5B'nin yerinə 5A yazırıq. 5A bölünsün A bizə verəcək 5. Keçirik 10-cu suala. Demək, 10-cu sualda nə deyir? Əlavə edilən metanın mol sayı N'in neçə faizini təşkil edir? Qarışığımızda deməli CO2 var qabımızda və C2H4 var. Bu 44. Bu da eləyəcək 28. Demək 44, 28. Öncə bizim M ortamız 32'dir. İndi nə yazarıq? 32 görək hansı nisbətdə yerləşirlər. Çıxanda bizə verəcək 4'ün 12'yə, o da 1'in 3'ə nisbəti. Baxın, M orta 32 olanda molumuz 2'dir. Deməli biz 2'ni necə bölək? 2'ni bölsək 1 hissə CO2'yə düşür, 3 hissə demək etilenə. Yəni 2'ni böləndə bu deməkdir ki 0,5 CO2'ya aiddir, 1,5 də C2H4'ə. Daha sonra N əlavə ediləndə 28,8 olur. Bizim M ortamız yazırım 28,8 bərabərdir. 0,5 vurulsun 44. Üstə gəlsin 1,5 vurulsun 28 və üstə gəl. Demək, öncə 2 idi axı. N minus 2 qədər vurulsun əlavə edilən metanın kütləsinə. Bölürük ümumi mol sayımıza, yəni N-ə.
Buradan da demək alırıq. Buradan 22. Buradan alsam 42. Buradan da alacağım 16. N çıxılsın 32. Onda yazıram 28,8 N bərabərdir 16 N plus demək 32 N də bərabərdir 2,5 və N minus 2 də bərabər olacaq. N'in yerine 2,5 qoysaq 0,5. Demək əlavə edilən metanın mol sayı N'in neçə faizini təşkil edir? Yəni 0,5, 2,5'in neçə faizini təşkil edir? Bu da bizə verəcək 20%. Keçirik növbəti sualımız. Demək 11-ci sualımıza. 11. 11'də nə deyir? X2 YO4 maddəsinin kütləsi 33 qramdır. Birləşmədə 0,2 mol Y və 9,2 qram X mövcuddur. 0,2 mol Y nə deməkdir? Görük bax, əslində 1 mol maddədə 1 mol Y var da. 0,2 moldursa elə bizim bu maddəmizin də molu 0,2'dir. X O 4. İndi bu maddəmiz 33 qramdır da deyir. Yaxşı yazırıq. 0,2 33'dürsə, bəs yaxşı 1 molum nə qədər eləyir? X. X də bərabərdir 165 alırıq. Yəni maddəmizin emerini. İndi bizə deyir ki, bax 0,2'nin tərkibində nə qədər X var? 0,4. 0,4 X'im deyir 9,2 qramdır. Buradan X'i taparam ki, X bərabərdir 23. Aha. Onda bax X2 Y O 4 üçün yazaram. X'i tapdım ki 23. Yəni 23 vursun 2. Üstə gəlsin Y. Üstə gəlsin 64. Bərabərdir 165. Buradan da Y tapsam Y bərabərdir. Deməli 46 plus 64 100 eləyir. Yox 110 eləyir. 165'dən də 110 çıxsaq 55'i tapırıq. Y-imiz 55 imiş. İndi baxaq. Demək 12-ci məsələmizə. Demək C3H4 və oksigenin kütlə nisbətini 1'in 1,6'ya verib. Yazıram C3H4 oksigen. C3H4'ün emeri bizə verəcək neçə verir? 40. Aha. Verilən kütlənin, yəni 1'in 1,6'ya verib axı. Verilən kütlənin hər birinin emerinə bölürəm. 40. Bunu da 32'ye bölsəm. Bunlar ixtisar gedəcək. Burada 8'e geçse burada 5, burada 4 kalır. Yəni 5'te birim də 0,2 bölək 0,4. Bunlar da ixtisar geçse qalacaq 1'in 2'ye nisbətinə. 1'in 2'ye nisbəti bu zaman qarışığın deyir ümumi mol miqdarı 2,25'dir. Yəni belə də yazaq da A'nın 2A'ya nisbəti. Ümumi qarışığım nə qədər olacaq? 3A. Onda yazıram ki 3A bərabərdir 2,25. A da bərabərdir 0,75. Onda bu A tapdıq ki bizim C3H4'ümüzüymüş. C3H4. İndi 2A da onda oksigenin payına düşər. O da bərabər olacaq 1,5 oksigen. İndi reaksiyamızı yazaq. C3 qarışığın tam yanmasından sonra maddələrdə cəmi neçə mol atom olacaq deyir. C3H4 üstə gəlsin oksigen aldım. CO2 və su. Bura 3, bura 2, burada 4 yazsam bəs eləyir. İndi deməli götürdüyümüz qaz qarışığına baxırıq. 0,75 buna yazıram. 1,5 də oksigenə qeyd eləyirəm.
Birin 4'e getdiyi üçün, bax, BST qeyd etsəm, oksigen tamamilə 1,5 sərf olunanda 4 dəfə az da, yəni 4 dəfə az da C3H4 sərf olunur. O da bizdə verəcək 0,375. Bu əgər 0,375 isə artıq da qalır 0,375. Alınan CO2 də deməli 1 mol o girəndə 3 mol CO2 alınır. 3 mol CO2 də 0,375-i 3-ə vuranda eləyir 1,125 və suyum da 0,75 olur. İndi gəlin bunların tərkibindən neçə mol atom olacaq onu tapaq. 0,375 C3H4 nə deməkdir? Yəni 7-yə vuracaq da bunu. Bizə verəcək 2,625. Sonra 1,125 CO2'də, yəni CO2'də 3 atom var. Vuracaq 1,125, o da verəcək 3,375. 0,75 suda, yəni suyun atom sayı 3'dür. 0,75'e vuranda 2,25. Bu da ümumilikdə nə qədər verir? Bizə 8 tam demək 25. 8,25 eləyir. Gələk 13-cü məsələyə. 13-cü məsələdə 13. Azot hidrogendən ibarət 500 ml qarışıq veribdir. Və reaksiyadan sonra qabda 500 mol daha doğrusu qarışıq verib. 400 mol qaz qalıb. İndi yazıram azot üstə gəlsin 3 mol hidrogen. Aldım 2 mol NH3. Bax görürük ki 500'dən 400'ə keçid olub da, yəni 100 azalma olubdur və ilkin qaz qarışığının molca neçə faizi reaksiya daxil olmayıb. 100 azalma olanda, 100 azalma olsa, mən bilmirəm ki, nə qədər NH3 alınıb, X yazıram. Amma, bax, ümumi qarışığımız 4 mol daxil. 4'dən 2 alınanda, bax, 2 azalma olur. Bunu da yazıram, bax, belə bir tənasib qurum ki, 100 azalma olanda X alınırsa, bax, 2 azalma olanda da 2 mol NH3 alınır. Və X'i da tapıram ki, X bərabərdir 100. İndi bunları silirəm. Bunları sileyim. Burada bir BST qeyd edeyim. BST. Tapdıq ki, 100 NH3 alınıb. 100 NH3 alınıbsa, deməli 100 alınması, bax 1 mol azot reaksiya girəndə 2 NH3 alınır. 100 alınıbsa NH3 2 dəfə az, yəni 50 reaksiya girib. Deməli 1'ə 3 hidrogen girir, yəni 50'yə də olacaq 150. Demək 200 mol maddə reaksiyaya giribdir. Axı əvvəlcə 500 götürmüşdük. 200 reaksiyaya giribsə 300'ü reaksiya girməyib. Onda 300'ü bölürəm 500'ə, vururam 100'ə. Bu da bizə verəcək 60%. Gələk 14-cü sualımıza. 14-cü sualda metanın parçalanmasıdır. Metan parçalanır. Hidrogen və metan qaz qarışığının orta molyar kütləsi 6'dır. Yazıram. CH4 hidrogen 16 2 orta molyar dedik 6'dır. Çıxdıq, aldıq ki, demək 4 10. Bunlar da ixtisar getsə 2'nin 5'ə nisbəti qalır. Sonra nə edə bilərik? Yazaq ki, CH4 aldıq C2H4 və üstə gəlsin 2 mol H2. İndi başlanğıcda 2 mol metan var. 5 mol da
hidrogenim var. Daha sonra reaksiya axıra qədər gedibdir. 2 moldan BST yazıram. 2 mol metan parçalananda 1 mol C2H4 əmələ gəlir. 2 mol da hidrogen. Axı əvvəldə də 5 mol hidrogenim var idi. Üstə gəlsin 5. Ümumilikdə olur 7 mol hidrogen. Alınan qaz qarışığının orta molar kütləsini istədiyi üçün yazıram. Deməli hidrogenə 7 qeyd edeyim. M orta bərabərdir. 1 vurulsun C2H4'üm. Eləcək 28. Üstə gəlsin 7 vurulsun 2. Bölək ümumi olsa yəni 8'ə. O da bizə verəcək 5 tam %25. Keçək 15-ci sualımıza. Hı -hı. 15. Ne deyir bizə 15'də? CO və oksigen qazlarının reaksiyasından sonra qaz qarışığının helium'a görə nisbi sıxlığı 9,5 olur. Helium'a görə nisbi sıxlığının 9,5 olması o deməkdir ki 4'ə bölüblər M ortanı. Bizə 4'ə vuraq görək M orta neçə eləyir. Bu da bizə verir 38. İndi reaksiyamızı yazaq. CO üstə gəlsin oksigen. Alıram CO2. Bu reaksiyanı biraz aşağıya sürüştürüm. M ortaya əsasən tapaq görək hansı nisbətlərdir? Oksigen və oksigenlə CO2'ni tapacağıq. Niyə? Deyir ki, CO tam sərf olunub. Deməli, oksigen artıq qalıb, bir də CO2 alınıb da. Həmin qaz qarışığının M ortası 38'dir. Aha, qeyd edirəm 32 və 44. M orta 38'dirsə, çıxanda 6'nın 6'ya, yəni 1'in 1'ə nisbətində deməli, qaz qarışığını alırıq. İndi BST kimi qeyd etsəm, deməli 1'in 1'ə nisbətindədirsə, CO-dan 0'dır, tarazlıqda qalmır. Bu reaksiyanı da əmsallaşdırsam 2 və burada 2 yazıram. İndi baxın, 1 mol CO2 alınanda bizim reaksiyamıza 0,5 oksigen daxil olur və 0,5 və 1 molda CO daxil olur. Başlanğıcı tapırıq ki CO-dan 1 imiş, oksigenden 1,5 imiş. İndi bizdən nə istirdi? İlkin qaz qarışığında oksigenin həcm payını faizlə hesablayın. İlkin qaz qarışığım 1 plus 1,5 verir 2,5. Oksigenim də 1,5'dir. 1,5'i bölürəm 2,5'ə. Vururam 100'ə. O da bizə verəcək 60%. Gələk 16-cı sualımıza. 16-cı sualda nə verib? Duz qarışığı verib. Metalların ümumi kütlə payı 31'dir. Qarışıqda olan kükürdün kütlə payını istəyir. Yaxşı. Metalların kütlə payı 31'dirsə, yerdə qalan SO4'ün kütlə payı bizə verəcək 69. İndi nə yaza bilərik? SO4'ün kütləsini hesablasaq, bu bizə verəcək 90, demək 96. 96'ın içində 32 kükürt var, 64 də oksigen var. Belə yazaq da 96 məgər 69%dirsə, 69%dirsə, bəs yaxşı 32 neçə faizdir? Kükürdün kütlə payını tapmış olarıq. O da bizdə 3 dəfə az 23% eləyir. 69'dan da 23'ü çıxıb oksigenin kütlə payını tapmış olaraq. Bu da bizə verəcək 46%. Yəni oksigen istəmir, amma yazdım da 46%.
qədər. Növbəti izahlarda ardını paylaşacağım. Dəstək olmaq üçün videonu bəyənin, paylaşın. Videoların davamı gəlsin. Sağ olun.